Onların düşünmək azadlığı var. Onlar isə söz azadlığı istəyirlər. Elə həşəratlar var ki, mayalanma vaxtı ölürlər. Hər hansı sevinç də eyni hadisə ilə müşahidə olunur. İnsanın görkəmi hələ də təbiətdə nəzərə alınır. Çünki quşları ağacdan qovmaq istəyəndə insana bənzər bir şey düzəldib payaya sancırlar və hətta bu uzaq oxşayış da hörmət oyatmaq üçün kifayət edir. Aleksandr İvanoviç Gertsen 1812-1870 Rus publisisti, yazıcısı və filosofu. Mülkədar Yakovlevin qeyri-qanuni oğlu. Moskva Universitetində oxuyub. İnqilabi fikirlərinə görə Çar hökuməti onu Sibirə sürgün edib. 1847-ci ildə xaricə köçüb. Londonda yaşayıb. Prudonla tanış olub. Orada Kolokol jurnalını və Polyarnaya Zvezda almanaxını çap etdirib. Azadlıq ideyalarının ehtiraslı təbliğatçısı olan Gertsen Rusiyada təhkimçiliyin ləğv olunmasında mühüm rol oynamışdı. Lenin onu Rusiyada təhkimçilik dövrünün ən böyük mütəfəkkirlərindən biri adlandırmışdı. İdealizm və metafizikanın əleyhinə çıxıb, materializmi təbiətşünaslıqla vəhdətdə götürmüşdü. Eyni zamanda vulqar materializmi tənqid etmişdi. Burjua quruluşunun yıxılacağını, kəndli inqilabının qalib gələcəyini söyləyən filosof, eyni zamanda çarizmin məzlum xalqlara etdiyi zülmü də ifşa etmişdi. Təbiətdə dialektika, Otayda, təbiəti öyrənmək haqqında məktublar, İtaliya və Fransadan məktublar, Olmuşlar və Düşüncələr adlı əsərləri onun orijinal dünya görüşlü mütəfəkkir olduğunu sübut edir. O təfəkkürlə praktikanı, cəmiyyətlə şəxsiyyətin mənafeyini vəhdətdə görən quruluş arzulayırdı. Əsərlərinin dili canlı və obrazlı olduğuna görə bugün belə aktual və maraqlıdır. Fikirlərindən nümunələr. Kommunizm əlbəttə kütlələrin mənafeyinə uyğundur. Siz Qərbi Avropalılar proletariatla sosializmə gedəcəksiniz. Biz isə sosializm ilə azadlığa. Siz insan azad doğulur sözlərinin mənası haqqında heç düşünmüsünüzmü? Mən sizə izah eləyim. Bu o deməkdir ki, insan vəhşi doğulur. Vəssalam. Vəhşi at ilxısını götürün. Mütləq azadlıq və tam hüquq bərabərliyi. Amma inkişaf qeyri-mümkündür. İnkişaf üçün gərəkdir ki, biri üçün həddindən artıq yaxşı olsun, o biriləri üçün əksinə həddindən artıq pis. O zaman vəziyyəti yaxşı olanlar o birilərinin həyatı hesabına irəli gedə bilərlər. Təbiət inkişaf üçün heç nə əsirgəmir. Şübhəsiz ki, hər pardaqlanmış istedad çiçək kimi öz kökü ilə saysız tellərlə bağlıdır və saplaqsız heç vaxt mövcud ola bilməz. Bununla belə, o nə saplaq, nə də yarpaqdır. O çiçəkdir. Başqa hissələrlə nə qədər bağlı olsa da, yenə onun həyatı başqadır. Soyuq olsa çiçək məhv olacaq, saplaq isə qalacaq. Əgər bilmək istəyirsinizsə, bitkinin məqsədi və həyatının mənası çiçəkdir. Orada aşağılarda qaynaşan kütləyə laqeyd və etinasız halda hamının başı üstündən təntənə ilə süzüb keçən, öz fikir və istəklərini əsrlərdən əsrlərə ötürən azadlığın inkişafı, insan təbiətinin haralara yüksələ bildiyinin, yaxşı şəraitdə insan fikrinin nə dərəcədə zəngin ola biləcəyinin sübut etmirmi? Nəzəriyyə kimi yaranan ideyalar heç vaxt bizim düşündüyümüz şəkildə həyata keçmir. Nietzsche Friedrich 1845-1900-cü illər. Alman filosofu. Takenya şəhərində pastor ailəsində doğulub. Bonn və Leipzig universitetlərində mühazirələrə qulaq asıb. 1869-cu ildə Bazel Universitetinin professoru seçilib. 10 ildən sonra xəstəliklə əlaqədar təqaüdə çıxıb. 10 il ərzində yazdığı əsərlərlə burjua fəlsəfəsində individualizm və voluntarizmi inkişaf etdirmişdir. O, quldarlığı mədəniyyətin tərkib hissələrindən biri hesab edir. Təbiətin obyektiv qanunlarını inkar edib, təbiətdə və cəmiyyətdə aparıcı qüvvənin fərdlərin cəmiyyətə can atmasında görür. Ağalar sirkinin tərbiyə etmək ideyasını irəli atıb, hər hansı tərəqqinin mövcudluğunu inkar edir. Onun fikrincə,
Tarix irəliyə deyil, dönə-dönə keçib gəldiyi mərhələlərlə geriyə qayıdır. Güya insan bir orqanizm kimi heyvanlar aləmi ilə eyniyyət təşkil edir. O iddia edirdi ki, həyat mübarizəsində Darwinin dediyi kimi güclülər, sağlamlar və seçilmişlər deyil, xəstə və hiyləgərlər, mühitə uyğunlaşan bu qələmunlar qalib gəlir. 20-ci əsrin dünya burjua fəlsəfəsinə və ədəbiyyatına çox güclü təsir göstərmişdir. Belə söylədi Zərdüşt əsərindən. Yüyür dostum mənim, yüyür öz tənhalığına. Mən görürəm sənin qulaqların böyük adamların hayküyündən necə tutulub. Kiçik adamlar necə sancıb səni. Meşələr və qayalar səninlə əl-ələ verib sükut etməyə ləyaqətlə bacarır. Yenə saçaqlarını açıb sakitcə dəniz üzərinə əyilən sevdiyin söyüd səni gözləyir. Hardakı tənhalıq qurtarır, orada bazar başlayır. Hardakı bazar başlayır, orada aktyorların hayküylü və zəhərli milçəklərin vızıltısı başlayır. Dünyada ən yaxşı şeylərin hələ qiyməti yoxdur. Xalq yalnız özünü böyük göstərən bütün böyük aktyorların böyüklüyünü başa düşür. Dünya yeni sərvət ətrafında fırlanır. Bütün dərin bulaqların həyatı bilinmədən axıb gedir. Çox gözləməlidir bulaq, ta bilsin ki, dibinə düşən nədir. Bütün böyüklər bazardan və şöhrətdən kənarda dolanır. Yüyür dostum mənim, yüyür öz tənhalığına. Mən görürəm zəhərli böcəklər necə sancıb səni. Yüyür, hardakı sərt, təmiz hava var. Yüyür ora. Yüyür öz tənha güşənə. Sən kiçik və miskin insanlara çox yaxın olmusan. Onların gözə görünməz qisasından qaç. Onlara əl qaldırma. Onların sayı hesabı yoxdur və milçək öldürən olmaq sənin nəsibin deyil. Bu kiçik və miskin varlıqların sayı hesabı yoxdur və unutma ki, damcılar çox-çox məğrur tikintiləri məhv edib. Mən görürəm, sən zəhərli böcəklərdən necə yorulmusan və üstündə 100 yerdə qanlı cırmaq yerləri var. Səninlə müqayisədə onlar özlərini kiçik hiss edir və onların alçaqlığı sənə qarşı intiqamdan çürüyüb tüstü verir. Sənin böyüklüyün onları daha artıq zəhərli eləməyə və daha çox milçəyə oxşatmalıdır. Yüyür qardaşım mənim, yüyür. Dilthey Wilhelm 1833-1911-ci illər. Alman psixoloq və filosofu. Dilthey'ə görə humanitar elmlər təbiət elmləri ilə qarşı-qarşıyadır. O yazır, biz təbiəti şərh edirik, ruhi aləmi isə anlayırıq. Bu nəzəriyyə sosial tarixi fəaliyyətləri dərk etmək üçün nəzəri təşəbbüsdür. O, tarixi prosesin qanuna uyğunluğunu rədd edir. Ruh haqqında elmlərin əsası psixologiyadır. Həm də izahlı psixologiya deyil, təsviri psixologiyadır. Fəlsəfə ilə tarix elmlərinin əlaqəsi nəticəsində germenavtika və ya şərh etmə təlimi yaranır. Dilthey'ə görə insanı yalnız ruhu ilə tanımaq olar. Bu yolla insanı tarixin hər hansı mərhələsində təyin etmək mümkündür. Həyat və tarix eynidir. Dilthey'ə görə dövlət hakimiyyətinin qəddarlığından şikayət qəribə səslənir. Çünki fərdi iradə ümumi iradənin hökmranlığı altındadır. Bir ümumi iradənin digəri ilə konflikti yalnız müharibə yolu ilə həll edilə bilər. Yalnız siyasi təşkilatların bərqərar olduğu hakimiyyətdə mədəni sistemlər üçün şərait yarana bilər. Təsviri psixologiya əsərindən fraqmentlər. Bəşər tarixi inkişafının elmi şərhini hələ yaratmaq lazımdır. Bunun üçün 3 növ şəraitin, cismani inkişaf, fiziki şərait və ətrafın mənəvi təsirinin öyrənilməsi tələb olunur. Bu şəraitdə açılan mənin ruhi münasibətini tutmaq və deməli həyatın yaş mərhələlərinin mənzərəsini çəkmək və onları əsaslandıran müxtəlif faktlarla bu yeni mərhələlərin analizini vermək lazımdır. Uşaqlıq çağlarında həyatın zəruri təzahürü kimi oyunları götürək.
Ucalıqların və ənginliklərin hələ zərif tüstü ilə çulğalandığı səhər şəfəqi. Hər şey nəhayətsizdir. Qiymətli nədir? Hələ sınaqdan keçirilməyib. Bütün varlıq üzərində, bütün ruhi oyanışlar üzərində əbədiyyət cilvələnir. İlkin müstəqillik və irəlidə olan bütün gələcəklə həyat idealları müəyyən olunur. Sonra isə bunun tamamilə əksi olan qocalıq dövrünün hökmlü ruhi aləmi gəlir. Cismani üzvlər taqətdən düşür. Ürəyin ayrı-ayrı ruhi vəziyyətlər üzərində hədsiz işləməsindən doğan dolaşıq və sönməkdə olan əhval-ruhiyyə. Elə bunun özü Beethovenin 9-cu simfoniyasının və Goethe Faustunun sonluğu kimi qocalıqda yaranan sənət əsərlərinin əzəmətinin səbəbini aydınlaşdırır. Sorel George 1847-1922-ci illər. Fransız sosioloq və filosofu. Anarxo-sindikalizmin nəzəriyyəçisi. 20 il dəmir yolunda mühəndis işləyib. 1892-ci ildən yaradıcılıqla məşğul olmağa başlayıb. Əvvəllər sosialist fəaliyyətində iştirak edib, marksizmə meyl göstərmişdi. O, marksizmlə Proudhon və Bergson nəzəriyyəsini birləşdirməyə çalışmışdı. Amma sonra elmi sosializmin əleyhinə çıxıb, anarxo-sindikalizm və voluntarizm ruhlu inqilabların tərəfdarı kimi çıxış etmişdi. Həmin ideyaları əks etdirən ən məşhur əsəri zorakılıq haqqında düşüncələr adlanır. Həmin əsər 1907-ci ildə rus dilində nəşr olunmuşdu. Fəhlə sinfinin əleyhinə çıxıb, onu siyasi mübarizədən kənar hesab edir. İnqilabi ideyalara dini miflərin variantı kimi baxır. Həmkarlar İttifaqının sindikatlarını sosialist ideyalarının yeganə daşıyıcısı sayır. Bütün bunlarla bərabər, Oktyabr inqilabının tarixi əhəmiyyətini düzgün təyin edib, ona tərəfdar çıxmış, Sovet Rusiyasına yardım etməyə çağırmışdır. Sorel dini, həyatın və insanın fəaliyyətinin varlıq formalarından biri, qəhrəmanlıq və mənəvi asketizm ocağı hesab edir. Bergson Andri 1859-1941-ci illər. Ən məşhur fransız burjua filosoflarından biri, Fransız Akademiyasının üzvü, Nobel mükafatı laureatı. 1928-ci il. Zaman və iradə azadlığı, Materiya və yaddaş, Yaradıcı evolyusiya adlı başlıca əsərlərində düşüncə və idrakla dünyanın dərk edilməsinin qeyri-müəyyən hesab edir. Bergsona görə canlı varlıq yalnız fəhm, intuisiya vasitəsilə həyatı bütövlükdə, bütün çalarları ilə dərk edə bilər. Ağıl yalnız əməli işlər üçün vacibdir. Maddi varlıq qeyri-maddi təmiz müddətdən, davamiyyətdən ibarətdir. Materiya, zaman, hərəkət bizim beynimizdə həmin davamiyyətin təsəvvür formasıdır. Bergsona görə canlı varlıqların mahiyyətində qeyri-maddi fövqəladə qüvvə hakimdir. Həyati çılğınlıq adlanan həmin qüvvə sayəsində materiya cana gəlir. Bütün ölməz sənət əsərləri intuisiya ilə həyatı çılğınlıq qarşılaşdığı anlarda yaranır. Bergsonun sosioloji baxışlarına görə istismar təbii və əbədidir. Bərabərliyə əsaslanan demokratiya isə qeyri-təbiidir. Bergsonun fikir və ideyaları Fransanın ən orijinal yazıçısı Marcel Proust'un əsərlərinin yaranmasına güclü təsir göstərmişdi. Fikirlərindən nümunələr. Henri Bergsonun 1915-ci ildə Parisin Mənəvi və Sosial Akademiyasındakı illik prezident çıxışından bir parça. Bizim günlərin qorxunc hayküyü kəsiləndən sonra həmin günlərə nəzər salıb filosof nə deyəcək? Ötüb keçən hadisələrin sintezi nə şəklindədir? 19-cu əsr elmi insanın maddi ehtiyaclarına uyğunlaşdırılması ideyasını elan etdi. Bu ideya texnikanın nəhəng inkişafına səbəb oldu. Cəmisi 50 ildə bəşəriyyət yer üzündə öz varlığının 1000 ili ərzində olduğundan qat-qat çox silah yaratdı. Hər yeni maşın insanın təbii orqanlarının bir növ davamı olan süni orqana çevrildi. Bu minvalla insan bədəni həmin saat böyüdü. İnsan qəlbi isə sürətlə böyümüş bu təzə bədəni idarə etmək üçün lazımi sürətlə genişlənə bilmədi. Bu uyğunsuzluqdan bir sıra mənəvi və sosial problemlər doğdu. Müxtəlif xalqlar boşluğu doldurmaq üçün daha çox azadlıq, qardaşlıq və ədalətə can atmağa başladılar.
bəşəriyyətin ən yaxşı zəkaları böyük zəhmət hesabına materiyanı ruhi qüvvəyə çevirməyə çalışırkən, aşağı məxluqlar əks təcrübələr keçirdilər. Əgər elmlə istiqamətləndirilən mexaniki qüvvələr insanı çılpaq maddiliyə çevirmək üçün ona sahib olsaydılar, onda dünyada nələr olardı? Əgər bu mexanizm qəfildən bəşəriyyətə hakim olsaydı, dünyanın başına nə gələrdi? Xalqlar öz-özünə məxsusluğunda azad qol-qanad açmaq əvəzinə əşyalar kimi eyni cürlüyə məhkum olsaydılar, dünya necə olardı? Əgər mexaniki qüvvə ruhi qüvvəyə üstün gəlsəydi, bəşəriyyət nə günə düşərdi? Burada bütün his, ideya, hətta sivilizasiyanı həmişəlik qapamaq üçün hansı yeni barbarlıq meydan sulayardı? Zimmel Georg, 1858-1918-ci illər. Alman filosofu. Berlin Universitetində oxuyub. 23 yaşında fəlsəfə doktoru dərəcəsini alıb. Zimmelə görə ruhla elm arasında antagonizm vardır. Həyat, yaradıcılıq öz-özündə yüksəyə can atmaqdır. Onun forması fərdidir. Həyati ruhi cəhətdən Zimmel mədəniyyət dedikdə insanın bütün praktiki, mənəvi, tarixi fəaliyyətini nəzərdə tutur. Zimmelə görə kollektivizm və bərabərlik həyatın təbii əsaslarını məhv edir. İnsanlar arasındakı təbii məsafəni sarsılır. Həyat əbədi dövran edir və mütəmadi eyni zaman mərhələlərindən keçib gedir. Biz isə onun yalnız və yalnız gedişinin son mərhələsini dərk edə bilərik. Zimmelə görə sosial tarix psixi hadisədir. Dəb həm təqlid, həm də fərdiləşmədir. Məsələn, ümumi kütlədən fərqlənməyə meyil olmayan maksimum bir tipli ibtidai cəmiyyətlərdə dəb də yoxdur. Eynilə hakim oliqarxiyanın nümayəndələri də öz müstəsnalıqlarını nümayiş etdirməmək üçün sadə, ciddi, eyni cür geyinirlər. Təqlidsiz də dəb yoxdur. Məsələn, 14-cü əsrdə Florensiyada dəb olmadığından hamı istədiyi kimi geyinirdi. Lakin keçici xarakter daşımasına baxmayaraq, dəb sosial forma kimi müəyyən daimilik xüsusiyyətinə malikdir. Belə ki, bu və ya digər şəkildə dəb həmişə mövcuddur. Zimmelin ikinci sosial forma hesab etdiyi sosial tipdir. Belə tiplərdən sinik, kasıb, nazqəmzəli, aristokrat və s. göstərmək olar. Qrup artdıqca üzvləri bir o qədər bir-birlərinə oxşayır. Fərdi cəhətdən artır və qrup degradasiyaya məruz qalır. Əksinə, qrup azsa, iştirakçıları da bir o qədər az fərqlənir. Tarixi proses inkişaf etdikcə fərdiləşmə də artır. Dmitri Sergeyeviç Merejovski, 1866-1941-ci illər. Rus yazıçısı, şair və filosofu. Rus dekadentizminin banisi. Hələ keçən əsrin sonlarından simvolizm ruhlu şeirləri ilə diqqəti cəlb edib. Həmin cərəyanın nümayəndələrindən biri olmuşdu. Keçən əsrin sonları və 20-ci əsrin əvvəllərində bir-birinin ardınca Xristos və Antikrist, Allahların ölümü, Dönük Yulian, Dirilən Allahlar, Leonardo da Vinci, 1-ci Aleksandr, Allahların doğuluşu, Tutanxamon Kritdə və s. misilsiz tarixi romanları ilə geniş şöhrət qazanıb. Elə həmin illərdə Tolstoy və Dostoyevski, Gələcək Gəda, Sülhlə deyil, qılıncla kimi tənqidi fəlsəfi əsərləri də çap olunmuşdu. 1914-cü ildə çapdan çıxan 24 cillik əsərləri külliyyatına Oktyabr inqilabından sonra xaricdə yaşadığı 23 il ərzində xeyli yeni kitablar əlavə etmişdir. Merejevskinin Rus ədəbiyyatında və ictimai fəlsəfi fikir tarixindəki yeri indi artıq lazımınca qiymətləndirilir. Əsərləri 70 illik fasilədən sonra yenidən işıq üzü görür. Siyasi fəlsəfi baxışlarında Merejevski Nietzsche ideyaları ilə Dostoyevskinin sosial dini görüşlərini qovuşdurub, hər cür sosial sarsıntıların qəti əleyhinə çıxmışdı. O, individualizmin və voluntarizmin böyük fərdlərin təkrar edilməzliyinin yüksək bədii və publisist təsvirini verir. Merejevski Rus xarakterinin, kütlə psixologiyasının, fəal ictimai dəyişikliklərə çağıran liderlərin ziddiyyətli mahiyyətini böyük ustalıqla açıb göstərir. O, antik həyat təfəkkürünü xristianlıq ilə birləşdirməyə çalışmışdır. Merejevskinin
Avropanın radikal ruhlu filosoflarına müraciətindən. Bizim çevrilişimizin zahiri hadisələri ən kiçik təfərrüatlarına qədər Avropaya məlumdur. Lakin onun daxili məzmunundan qətiyyən xəbərdar deyillər. Onlar Rus inqilabının döyünən ürəyini deyil, tərpənən bədənini görürlər. İnqilabın, Rus xalqının ürəyi isə Avropa üçün əbədi sirr olaraq qalır. Biz sizə sol əl sağ ələ oxşayan kimi oxşayırıq. Sağ eyni vəziyyətdə sola uyğun gəlmir. Bunun üçün onlardan birini çevirmək lazımdır. Sizdə nə var, bizdə də odur, amma tərs mütənasib. Kant dili ilə desək, sizin sahəniz fenomenal, bizimki transcendent. Nietzsche dili ilə desək, sizdə Apollon, bizdə Dionis. Sizin Allahınız ölçü, bizimki hədsizlik. Siz vaxtında dayanmağı bacarırsınız. Divara çatanda ya yan keçir, ya da geri qayıdırsınız. Biz isə divarı başımızla sındırırıq. Bizi yerimizdən tərpətmək çətindir. Tərpəndikcə dayana bilmirik. Biz getmirik, qaçırıq. Yox, qaçmırıq, uçuruq. Yox, uçmuruq, aşırıq. Özü də Dostoyevskinin təbirincə desək, başayaq. Siz bir işin ortasını sevirsiniz, biz axırını. Siz ayıqsınız, biz məst. Siz öz ağlındasınız, biz haldan düşmüş. Siz ədalətlisiniz, biz qanunsuz. Siz ruhunuzu qoyursunuz, biz isə onu itirmək üçün səbəb axtarırıq. Siz öz azadlığınızın son həddində olsanız da, yenə dövlət tərəfdarısınız. Biz isə köyləliyimizin quyusunda ola-ola heç vaxt da qiyamçı və gizli anarxist olmaqdan qalmırıq. Sizin üçün siyasət bilikdir, bizim üçünsə din.